Salam əziz şagirdlər, bugün hərəkət oxşarlıq bölməsinə aid simmetriya çevirmələri və paralel köçürməyə aid olan test tapşırıqlarını işləyə bilməyiniz üçün müəyyən izahlar verəcəm. Dərsin izahını testin üzərində. Əvvəlcə buradan yazırıq. Əgər bizə x, y nöqtəsi verilibsə, yəni birinci sualın üzərində elə izah edəcəm. Burada bizə deyir ki, birinci sualda ordinat oxuna nəzərən simmetrik. Yəni OY oxuna nəzərən simmetriya deyirsə, ordinat OY oxudur. Yəni Y oxunu deyirsə, Y oxu dəyişməməlidir. Y olduğu kimi qalır. X oxu deməli əksinə dəyişməlidir. Olmalıdır mənfi X. Baxın, sizə verib mənfi 3 ilə A, mənfi 3 ilə A. Bu ordinat oxuna nəzərən simmetriya onda nə olacaq? 3 əksinə dəyişəcək, olacaq müsbət 3. A isə olduğu kimi qalacaq A. Sizə də burada nə verib? Deyib ki, B mənfi 2-yə keçibdir. Gətirin buraya yazın B mənfi 2. Deməli, sizdə B-nin qiyməti oldu 3. B bərabərdir 3-ə. Demək, sizdə A-nın qiyməti oldu mənfi 2. A bərabərdir mənfi 2-yə. Mənfi 2-nin 3 Y variantı. Misal üçün, bunu sizə absis oxuna nəzərən desə, o zaman da, baxın, X, Y nöqtəsi, absis hansı oxdur? X oxu. O X oxuna nəzərən simmetriyası, deməli, X dəyişməyəcək. X qalır, yerdə qalan bu Y əksinə dəyişəcək. Yəni, sizə verilən mənfi 3 A nöqtəsi. X oxuna nəzərən simmetriyada mənfi 3 olduğu kimi qalacaq. A əksinə dəyişəcək, bura mənfi A yazılacaq. Sizə də cavabda nə verib burada? Sizə cavabda verib ki, B2. Gətirin buraya yazın B2. Demək, sizdə B mənfi 3-dür, mənfi A da 2-dir. B bərabərdir mənfi 3-ə, mənfi A 2-dirsə, deməli A nəymiş? A mənfi 2 imiş. Mənfi 2 ilə mənfi 3. Olacaq D variantı. Bunu koordinat başlanğıcına nəzərən desə, 6-cı sual və yaxud 3-cü sualda. Koordinat başlanğıcı 0,0 nöqtəsidir də. Yəni, x, y koordinat başlanğıcına nəzərən simmetrik olsa, hər ikisi işarəsini dəyişəcək. Həm x, həm də y. Misal üçün, 3-cü sualda deyir ki, A mənfi 3. Deməli, A dəyişəcək nə olacaq? Mənfi A. Mənfi 3 də dəyişəcək nə olacaq? Müsbət 3. Hər ikisi dəyişdi. Sizə də indi burada cavabda verilib ki, mənfi 2 ilə B. Gətirib buraya yazırıq. Mənfi 2 ilə B. Deməli, mənfi A mənfi 2-dir. Mənfi A mənfi 2-dirsə, A 2-dir. B də 3-dür. B də 3-dür. Bunu belə yazmadan şifahi də taparıq. Deməli, bu mənfi 2-dirsə, bura gələndə müsbət 2 olubdur. Bu mənfi 3-dürsə, bura gələndə müsbət 3 olubdur. Yəni, hər ikisi dəyişir işarəsini. A-ya deyirsiniz 2, B-yə deyirsiniz 3. İndi, daha sonra burada nə var? Burada var paralel köçürmədə. Bu simmetriyalarda bir də bu var. Deməli, məsəl üçün, x, y, z də verəndə eyni şəkildə. Baxın, x, y-yə nəzərən simmetrik deyirsə, demək, bu dəyişmir də qalır. Baxın, burada necə ki, dedik ki, x oxuna nəzərən simmetrik olanda, baxın, x dəyişmədi. Y oxuna nəzərən simmetrik olanda, baxın, y dəyişmədi. İndi burada da, məsələn, 8-ci sualda, y z-ə nəzərən simmetrik deyirsə, x, y-yə nəzərən, daha doğrusu, x ilə y dəyişmir, z əksinə dəyişir. İndi, x ilə y dəyişdirməyəcəm. 2 ilə 0 olduğu kimi qalmalıdır. 3 isə əksinə dəyişib olmalıdır, nə? Müsbət 3. Mənfi 3-ün əksi müsbət 3-dür də. Yəni, olacaq cavab D variantı. Misal üçün, bunu sizə y z-ə nəzərən simmetrik desə, deməli, nöqtələr x, y, z-dir. Nə deyir sizə? Y z-ə nəzərən simmetrik. Y ilə z ilə işimiz yoxdur, dəyişmir. X əksinə dəyişməlidir. Deməli, mənfi 1 ilə 5 olduğu kimi qalacaq. Baxın, bu x əksinə dəyişməlidir. Mənfi 1 olmalıdır. Mənfi 1, 5, C variantı. Bu belə. Daha sonra, məsəl üçün, y bərabərdir x simmetriyası deyil. Y bərabərdir x simmetriyasında necə olur? X, y nöqtəsi, y bərabərdir x deyilsə, sadəcə yerlərini dəyişəcəksiniz, belə. Yerləri dəyişir. Misal üçün, baxın, mənfi 4 ilə A veribsə, yerini dəyişəcək A ilə mənfi 4 olacaq.
Bu da deyir ki, cavab budur. 3-dən B. Gətirin qoyun altından belə. Tapın ki, A olub 3, B də olub -4. Baxın belə, B də olub -4. Və yaxud da bunu x, y nöqtəsi verər sizə. X, y nöqtəsi verər. Y bərabərdir -x-ə nəzərən simmetrik deyər. Bu dəfə həm yerlərini dəyişəcəksiniz, həm də işarələrini. -y, -x. Deməli, sizə verilərsə 4A nöqtəsi, y bərabərdir -x deyərsə, baxın, A keçir bura, 4 də keçir bura və işarələri də dəyişir. Dəyişən nöqtələrdə -3-lə B-yə keçibdir. Demək, siz deyəcəksiniz, -A bərabərdir -3-ə. Buradan A-nı tapacaqsınız 3 və deyəcəksiniz -4 bərabərdir B-yə. B də bərabərdir -4. 3 və -4. Daha sonra bu 17 tipdə tapşırıqlara baxaq. Deyir ki, bu düsturla verilmiş paralel köçürtmədə 2-1 hansı nöqtəyə keçər? 17-ci sual deyirəm. Bu bizə demək istəyir ki, x paralel köçürtmədə 3 vahid azalmalıdır. Buraya yazıram. X bərabərdir. X çıxılsın 3. Burada da y üstəcər 1. Deməli, siz x-i 3 vahid artırmalısınız. 2 çıxılsın 3 olacaq. Y də 1 vahid artmalıdır. Burada 1 vahid artacaq. Deməli, -1 ilə 2-yə keçəcək. Y variantı. Bu şəkildə. 19-cu suala baxırıq. 19-cu sualda bu tipdə olanda necə işləyəcəksiniz? Bunun düsturunun da qaydası var. Mən sizə bu şəkildə izah edəcəm. Deməli, y -1-dir. Y-yə yazıram -1. A nöqtəsinin koordinatlarını qeyd edirsiniz. -2 və -3 y-dən. Baxın, nöqtə buradadır. Əgər bu düz xəttə nəzərən simmetrik deyirsə, y bərabərdir -1 düz xəttinə nəzərən simmetrik. Buradan bura, buradan da bir aşağıya bərabər məsafədə olmalıdır. Simmetrik, baxın, təqribi olaraq gözə yarı göstərirəm ki, bura düşməlidir. Ortada bu qalmalıdır. Deməli, baxın, -1-dən y gedib 3-ə. Y -1-dən 3-ə gedibdir. Onda bu neyini? 4 vahid artıb, düzdür? Məsafə tapırsınız, elə bil ki, -1 çıxılsın 3, edəcək 4. Onda bir 4 vahiddə aşağı düşməlisiniz. Onda bu -1-dən 4 vahid aşağı düşəndə 4 çıxırıq axı, aşağı düşür. Edəcəkmi? -5. Deməli, y gəlib düşəcək -5-ə. X isə dəyişməyəcək. Y bərabərdir -1-ə nəzərən simmetrik deyirsə, çünki baxın, x oxu da buna paraleldir axı. X dəyişməyəcək. Həmin nöqtə gəlib düşəcək bura. Bura. Əvvəlcə belə idi, -2-dən 3-ə. İndi də -2-dən 5-ə. Ortada bu düz xəttdə simmetrik oldu. Yenə deyirəm. Elə bir 4 vahid yuxarı getdi, 4 vahid aşağı düşdü. X-dan -2, Y-dən -5. -2, -5. Cavabımız olacaq C variantı. Bu səhifədə olan tapşırıqları izah etdim. Bu biri səhifədə də deməli, əslində bu 19-cu tapşırığı sizə belə də deyə bilərəm. Əgər y -1-ə nəzərən simmetrikdirsə, y bərabərdir -1 düz xəttinə nəzərən simmetrikdirsə, demək ki, bu y bərabərdir -1, bu 2 dənə nöqtə var, başqa bir nöqtə də var da, burada x, y nöqtəsi. Həmin y bərabərdir -1-ə nəzərən simmetrikdirsə, deməli bu y-lərin, bu y orta nöqtəsidir də, belə də yanaşa bilərsiniz. 3 ilə y-yi toplayıb bölürsünüz 2-yə, orta nöqtənin koordinatlarını tapanda y-ləri toplayıb bölürsünüz 2-yə, bərabərdir -1-ə. Buradan həll etsəz, buradan da y-yi tapacaqsınız -5. Bu şəkildə də tapa bilərsiniz. Yenə deyirəm, -1-ə nəzərən simmetrikdirsə, deməli y -1 bu nöqtələrin y-lərinin ortasıdır. O biri y-yi bilmirəm axı. Bu biri y-yi bilirəm. Bilirəm ki, birində baxın 3-dür, verilib mənə. Amma yeni nöqtədə bilmirəm. 3 ilə y-yi toplayaram, bölərəm 2-yə, orta nöqtə. Bərabərdir -1-ə. Çünki -1-ə nəzərən simmetrikdir, -1 ortadadır da. Baxın, tən ortadadır. Oradan da y-yi -5 taparsınız. Yenə deyirəm, x dəyişmir. İndi deməli, bunu nəyə görə dedim? Bu tapşırıqlarda indi eyni ilə onu istifadə edəcəyik. Baxın, məsəl üçün burada 21-ci sualda sizə deyir ki, A və B nöqtələri verilibdir.
Deyir ki, C nöqtəsinə nəzərən simmetrikdir. Deməli, C bunların ortasıdır da. C orta nöqtədir. Ən ortadadır. A, bu da B. Baxın, AB C nöqtəsinə nəzərən simmetrikdir. Deməli, simmetrikdirsə, yenə deyirəm, C A və B-nin orta nöqtəsidir. A və B-nin orta nöqtəsidirsə, orta nöqtənin koordinatlarını tapaq. X-ləri toplayırıq, düstur şəklində yazsaq, x1 üstəcəl x2 bölünsün 2, y1 üstəcəl y2 bölünsün 2. X-ləri toplayaq. Deməli, x-ləri toplasaq 2 üstəgəl b çıxılsın 3 bölünsün 2 bərabərdir 1-ə. Digər tərəfdən y-ləri toplasaq a üstəgəl 5 üstəgəl 4 bölünsün 2 bərabərdir 3-ə. Bir də göstərirəm. Y-lər də buradadır. Burada. Toplayırsınız, bölürsünüz 2-yə 3-ə bərabər edirsiniz. Birinci nöqtə həmişə x-dir, ikinci y-dir. Bu şəkildə. Buradan a-nı və b-ni tapırsınız. 22-ci sualda eyni ilə bundandır. Artıq demək olar ki, simmetriyanı izah etdim. Yenə də 23-cü sualda bir daha deyirəm. Əgər sizə desək ki, AB nöqtələri verilib, AB parçasının C orta nöqtəsi. Gəlin, C orta nöqtəsi demək nə deməkdir? Orta nöqtənin koordinatları tapılmalıdır. Deməli, biz burada nə etməliyik? X-ları toplayırıq. 5 ilə -15 toplayırıq. 5 üstəgəl -15 bölünsün 2. Bir də deyirəm, orta nöqtənin koordinatlarını tapanda x-ları toplayıb bölürük 2-yə. Daha sonra y-ləri toplayırıq, bölürük 2-yə. -6 üstəgəl 20 bölünsün 2. Deməli, edəcək -5 və 7. Daha doğrusu 7. İndi bizə deyir ki, C orta nöqtəsi ilə, artıq mən bunun cavabını bildim. C orta nöqtə -5, 7. OX oxuna nəzərən simmetrik. OX oxuna nəzərən simmetriki dərsin başlığında dedik. X-in adını çəkirsə, X dəyişməməlidir. -5 olaraq qalacaq. Amma 7 necə dəyişəcək? Əksinə dəyişəcək, olacaq -7. Cavab olacaq -5 ilə -7 B variantı. İndi bu birisilər eyni tipdə suallarda eyni şəkildə davam edəcək. Biz bir də 28-ə bir dənə baxaq. 28-də deyir ki, AB nöqtələri verilib. Paralel köçürtmədə A nöqtəsi AB-nin ortasına keçir. Deməli, A -9 ilə 4 gedəcək AB-nin ortasına. Gəlin AB-nin ortasını tapaq. AB-nin ortasını biz necə tapırıq? A ilə B-nin x-larını toplayıram, bölürəm 2-yə. -9 ilə 5 toplayıram, bölürəm 2-yə. Bundan əvvəlki tapşırıqda dedim. Ayrıca y-lərini də toplayıram, bölürəm 2-yə. 4 üstəgəl 6 bölünsün 2. Bu da edəcək -4 bölü 2, -2. Burada da 5. -2 ilə 5. Demək, bu keçdi -2 ilə 5-ə. Və bizə soruşur ki, bu paralel köçürtmədə görək bu paralel köçürtmə necə oldu? Baxın, -9-dan getdi -2-yə. Mən bunu baxanda şifahi bilirəm ki, ədəd oxunda -9-dan -2-yə gəlibsə 0-a yaxınlaşıb. Deməli, bunun x artıb, özdə 7 vahid artıbdır. Y də 4-dən gedib 5-ə. Bu da 1 vahid artıbdır. Deməli, y də 1 vahid artıbdır. Yəni, tapa bilmirsinizsə, uşaqlar şifahi bu şəkildə tapacaqsınız. -9 nə baş verib bilmirəm. Üstəgəl sual bərabərdir -2. Sualı tapmaq üçün -9-u keçirirəm bura. -2 üstəgəl 9 olur. Bərabərdir -7. -7 tapmışsınızsa o deməkdir ki, bu 7 vahid artır. Ona görə x üstəgəl 7 yazırsınız bura. Y üçün də y asandır onsuz da. Müsbət ədəd olduğu üçün baxan kimi görünür. Deməli, y 4-dən gəlib 5-ə. 4 üstəgəl sual qoyun. Bərabərdir 5. 4-ü keçirik buraya əks işarə ilə 1. Bununla müsbət 1 tapıramsa, demək bu da 1 vahid artıb. Sizin deməli paralel köçürtməniz x-in 7 vahid artmağı, y-in də 1 vahid artmağıdır. Onda 3, 8. Hara keçəcək? Deməli, x 3-dür, 7 vahid artacaq. Y də 8-dir, 1 vahid artacaq da. Olacaq 10 ilə 9. A variantı. Bunları bu şəkildə yerinə yetirəcəksiniz. Bir də burada 49-cu suala baxaq. Biraz fərqli sual.
Deyir ki, ABCD kvadratının diaqonallarının kəsişmə nöqtəsi koordinat başlanğıcında, yəni buradadır. Koordinat başlanğıcı 0, 0 nöqtəsidir. Y simmetriyanı axtarırıq. Deməli, baxın, bura müsbət 1 desəm, bura mənfi 1 desəm, deməli, bura y-dən müsbət 1, burada mənfi 1 desəm. Bura olacaq 1, 1 nöqtəsi. Bura olacaq 1, mənfi 1 nöqtəsi. Yəqin ki, bilirsiniz də niyə? Birinci x-in qiymətini yazırıq, sonra y-in. Mənfi 1, mənfi 1 nöqtəsi. Burada da x-dan alıb mənfi 1, y-dən 1. Burada olacaq mənfi 1, 1 nöqtəsi. İndi, y bərabərdir x düz. Artıq bunları y bərabərdir x düz xəttinə nəzərən simmetrik nə deməkdir? X ilə y yerini dəyişməlidir. Misal üçün, B nöqtəsində verib mənfi 1 ilə 1. Yerini dəyişəndə nə olur? 1 ilə mənfi 1. Baxıram ki, 1 ilə mənfi 1 haradadır? D-da. Baxın, burada D-da. Deməli, B ilə D haqqında biz deyə bilərik ki, B və D nöqtələri y bərabər x düz xəttinə nəzərən simmetrikdirlər. İkinciyə baxırıq. Y yoxuna nəzərən simmetrik. Y yoxuna, burada y bərabərdir x idi. Y yoxuna nəzərən simmetrik. O y yoxuna nəzərən simmetrik olanda x, y nöqtəsi İkinciyə baxırıq. İkincidə o y yoxuna nəzərən simmetrik. Baxın, x, y nöqtəsi o y-yə nəzərən simmetrik olanda y qalır. X əksinə dəyişirdi. Bunu şəkildən də baxanda görmək olur. Baxın, y-yə nəzərən simmetrik deyirsə, y-yə nəzərən simmetrik. Bax, y yoxunu çəkdim. Sağ və soluna baxın. B və C. B və C, yəni baxın, A variantı y yoxuna nəzərən simmetrikdir. Həmçinin aşağıdan da bu A ilə D. A ilə D. Y variantı da gələcək bura. Baxın, Y variantı da gələcək bura. Bu şəkildən gördüyümüzdür. Biz indi özümüz də göstərək. Qayda ilə biz bunu necə tapırdıq? B nöqtəsi mənfi 1 ilə 1 verilib. 1-ni göstərəcəm. O y-yə nəzərən simmetrik olanda 1 olduğu kimi qalır. Y dəyişmir, amma x dəyişir, müsbət 1 olur. Şimdi baxın, buradadır C nöqtəsi. Ona görə deyirik ki, B və C o y-yə nəzərən simmetrikdir. İndi üçüncüyə baxırıq. Üçüncüdə isə o x oxuna nəzərən simmetrik deyir. Bunu da şəkildən rahat tapmaq olar. Baxın, bu x oxudur. X-ə nəzərən simmetrik. Baxın, aşağı düşürəm A, yuxarı qalxıram B. Deməli, A və B x oxuna nəzərən simmetrikdir. Həmçinin bu tərəfdə aşağı düşürəm D, yuxarı qalxıram C. D və C də bura gələcək, D variantı üçüncüyə. Biz bunu qayda ilə necə göstəririk? O x oxuna nəzərən simmetrik olanda x, y deyirsə, x qalmalıdır yerində, x oxunun adını çəkir. Çünki y amma əksinə dəyişəcək, olacaq mənfi y. Bir dənəsini göstərək. Məsəl üçün C variantını götürmüşük. Deməli, B nöqtəsinin koordinatları mənfi 1 ilə 1-dir. O x oxuna nəzərən simmetrik olanda x dəyişməyəcək, amma y əksinə dəyişəcək. Bura mənfi 1 gələcək. Mənfi 1, mənfi 1. Həqiqətən də baxırıq ki, A nöqtəsidir. Deməli, B ilə A o x oxuna nəzərən simmetrik oldu. Bu qədər. Bu sualların izahını əgər diqqətlə dinlədinizsə, yerdə qalan tapşırıqları da özünüz tam şəkildə yerinə yetirə biləcəksiniz.